Bu gördüğünüz mal peyindən nümunə götürüb bunu analiz elətdirəcəm laboratoriyada. Ki görək bunun tərkibində nələr var. İstər makro, istər mikro elementlər olsun. Tələsməyin. Məqsəd odur ki də, bilək ki, məsələn, biz 1 hektara nə qədər peyin çıxartmalıyıq. Biraz çox oldu nümunəyə görə. Amma və məlumatı da sizlə paylaşacağım. Mən həmişə deyirəm ki, sosial şəbəkədə peyin bütün gübrələrin şahıdır və bu sözün üstündə də dururam. Gördüyünüz bu peyin isə quş peyinidir. Buradan nümunə götürdüm bu hissədən və bunu da analiz edib paylaşacağım. Gəncəyə göndərəcəm bu nümunəni ki, görək ümumiyyətlə quş peyinini, mal peyininin, bir də ki, qoyun peyinini analiz elətdirəcəm. Çünki data bankda yoxdur, məlumat yoxdur əldə ki, tərkibində nə var, nə çoxdur, nə azdır. Bir informasiya xarakterli bunu da paylaşacağım sizlə. Gördüyünüz quş peyininin analizidir və mən Ceyhun müəllimə öz təşəkkürümü bildirmək istəyirəm. Deməli belə, quş peyini fosforundan və kaliumdan, o cümlədən də kalsiumdan həddindən çox zəngin bir peyindir və azotu da çoxdur. Çünki hardasa bir 6-7 aylıq bir peyindən nümunə götürmüşük. Yəni fosfordan ötürü, fosfor çatışmayan bir sahədə belə bir peyinlə işlədiyimiz halda əla bir effekt almağımız yəni %100'dür. Yəni bunun tərkibində olan qida maddələri möhtəşəmdir və mikroelementlər də o cümlədən çoxdur. Natrium miqdarı da, onu da deyim ki, burada yüksəkdir. Yəni bu ürək açan bir hal deyil. O ki gəldi at peyindən eyni çox zəifdir. Yəni quş peyinlə müqayisədə fosforu 1500 ppm'dir. Amma kalium, kalsium da var. Ancaq quş peyindən müqayisə olunan bir vəziyyətdə deyil. Mal peyininə gəldikdə isə bu peyin artıq deyərdim ki, bir 3-4 ilin peyini idi videoda gördüyünüz. Və fosforun tərkibinə baxın 3000'dir. Yəni quş peyinindən demək olar ki, quş peyinində baxaq bir dənə yuxarı gedək, görək quş peyində neçə idi. Quş peyində demək olar ki 5000 ppm'dir milliqram kiloqramla. Mal peyinində 2954'dür. Fosfor nisbətən azdır, ancaq kaliumu yüksəkdir, o cümlədən də kalsium yüksəkdir. Ona görə peyin gübrələrin şahıdır və mən bunu çəkib göstərmək istədim ki, əlinizdə bir nümunə olsun, ümumiyyətcə əlinizdə. Bilək ki, bizim peyinin tərkibində nə var, nə yox və onun artıq hansı tonajda necə hesablamaq lazımdırsa da o artıq bizim işimizdir. Sağ olun, salamat qalın. Videonu paylaşmağı və bəyənməyi unutmayın.